yes you did. Dostlar salam. Bugün Almaniyanın sanayi şəhəri olan Stuttgart'a yollanıram. Hər yola çıxmanın bir şey yaxşı, yollar boşdur. Deməli dostlar, gəldim, maşın park elədim. Buyurub, orada park şan qoymuşuq ki, maşınımızı çəkib aparmasınlar. Gelişirəm, Glass 2-yə çatmalıyım. Dostlar, Glass 2 getməliyəm oradan. Buxloya, Buxlovdan Augsburg'dan Stuttgart'a. Yolumuz uzundur. Dostlar, bizim qatar gəlir, uzun müddət idi ki, qatarı bilmirəm. 4-5 ay olar. Dostlar daxil oluram qatara və yollanıram Augsburg'a. Ümumiyyətlə qatarla səyahət etməyi çox sevirəm. Bu sevgi demək olar ki, uşaqlıqdan bəri mənimlədir. Dostlar, bu xəritə isə Bavariya əyalətinin qatar xəritəsidir. Dostlar, Augsburg'a gəldim, çatdım. İndi Glass'ı dəyişməliyim. Glass nədir? Azərbaycancasını bilmirəm bu arada. Mən 12-ci Glass'da düşdüm, indi 1-ə getməliyim dostlar. Belə. Və dostlar, nəhayət gəlib Glass tapıram və sürət qatarımız da gəldi. Ümumiyyətlə dostlar, Glass qatarın gəldiyi həmin xətt adlanır. Azərbaycandasını unutmuşam. Bu arada bütün sürət qatarlarında Wi-Fi bağlantısı var. Pulsuz internetə qoşula bilirsiniz. Və Stuttgartda 2 saatlıq yolumuz var idi dedim. Notebook çıxardım, kitaba davam. Və dostlar, 1 saat yarımdan sonra Stuttgart'a gəlib çatıram. Ümumiyyətlə Albaniyanın sürət qatarları çox rahatdır. Dostlar, Stuttgart'a gəlib çatmışam. Məsələ bundadır ki, mən Canla görüşməli idim həmçinin. Planlaşdırmışdım ki, Can biraz tez gələr. Bu nə fikirlərin səsidir arxadan. Qorxdum. Konduktor fikirlədi, birinci səfər idi belə bir şey rast gəlir. Deməli, mən olsa gecə mənə saat 2-də Can yazıb ki, nə qədər etsəm də yata bilmədim. Söz vermiş ki, saat 9-10 kimi yatıb, səhər saat 6-da qalxıb, qatarla Stuttgart'a gələsi Frankfurtdan. Yalıb yata bilmədim, çalışacağım saat 6-da qalxım. Evi yoxdur, zəng edirəm, zəng çatmır. Gələ bilməyəcək və yaxud da ki, gec gələr, bilmirəm. Təbii ki, öz seçimidir. Mən gəzməyə artıq buradan start götürürəm. Çalışıram Stuttgart'ın gəzməli, görməli yerlərini həm özüm gedim, həm də sizinlə tanış eləyim. Gəlmişəm əslində, Stuttgart'a 2-3 dəfə gəlmişəm, amma çox gəzməmişəm, sözün açığı. Axırıncı səfər 2 ay bundan qabaq gəlmişdim. Həqiqətən gəzməyə dəyər bir yerdir. Onda gedək görək Stuttgart'da nə var. Dostlar, bu arada Stuttgart'ın dəmir yol vağzalı təmirdədir. Ona görə də biraz köhnə görünüş ola bilər. Deməli dostlar, gedəcəyim ilk yer, ilk dayanacağımız Gnezische Garten, Çin bağı adlanan bir yerdir. Gedək görək başımız oradan eş gəlir. Dostlar, Stuttgart həmçinin üzüm bağları ilə məşhurdur, şərabları ilə. Sizə göstərəcəyəm həmin o bağları. Dostlar, baxın oradadır. Şəhərin istənilən yerində belə üzüm bağları ilə rastlaşa bilərsiniz. Dostlar, bağa doğru irəliləyirəm. Deməli, bu ərəfədə də Cana bir neçə dəfə zəng gəldim. Zəng çalar sadəcə götürmür, yəqin səssizə qoyub. Belə vaxtını istifadə edib Cana da zəng eləyirəm ki, həm də ondan müsahibə götürəsiyim. Demalımdan soruşsalar ki, Stuttgart'da neynədin deyəsən ki, Çin bağına getmişdim. Həqiqətən Almaniyada Çin bağına gedirəm. Dostlar, demək artıq Çinin əzəmətini hiss eləməyə başlamışam. Səbəb olaraq da. İlk bağa ayağımı qoyar qoymaz pləşən qalxmağa başladım. Sizə göstərəsiyəm niyə. Baxın dostlar, mənim qarşıda pləşənlər gözləyir. İşte Almaniyada da gəlib öz mədəniyyətini bu formada göstərməzsən də, yəni həqiqətən. Gələr gəlməz pləşən qalxmağa başladım. Təsəvvür edin ki, heç bağa ayaq qoymamış, deyir ki, pləşən qalx.
Deməli, bağın girişinə qalxmaq üçün pilləkənləri qalxdım və divardakı yazıları görürsünüz. Bəzi yazılar Çin hərflərinə oxşuyur, tam bilmirəm. Ola da bilər, olmaya da bilər. Soldakılar isə Çin hərfləri deyil. Dostlar, Çin bağına gəlib çatdım. Girişi də özünə yoğun tərzi var. Yenə bu yazıları kim yazırsa, yəni bu əlavə yazılara ehtiyac yoxdur da, yəni bu gözəlliyi məhv eləməyin. Giriş həqiqətən gözəldir. Orada kimsə itdən mənzərəni izləyir. Dostlar, sağa doğru gedirəm. Buradan Ştuttgartı gözəl bir mənzərə açılır. Bayaq gördüm gələrkən. Bura qalxmasam olmaz. Burada belə bir yenə Çin mədəniyyətinə xas olan bir dişili var. Dostlar, buranın gözəlliyi. Bu olmasa yaxşı olardı. Buranın indi yığışdırasıyam. Əlcə olsa yaxşı olardı. Bir şey əlcəyim yoxdur. Deməli, burada gəldim. Dostlar, bütün Ştuttgart buradan gözükür. Dostlar, buradan da qəşəng bir mənzərə açılır. Və sol tərəfdə çox qəşəng bir ev var. İnanıram ki, ev ən gözəl mənzərəyə sahibdir. Çox hündürdədir. Deməli dostlar, əlcək tapa bilmədim. Məcbur yerdə belə bir təmiz bir salafan var idi. Belə bir salafan. Başladım deməli buranı təmizləməyə. Belə dostlar. Tərtəmiz. Üzərimə düşən olan deyərdim, vəzifəni yerinə yetirdim. Təbii ki, eləməsələr daha gözəl olar. Maşını eləmiyorlar, hər ölkədə var. Getdik, deməli bizim növbəti dayanacağımız şəhər kitabxanasıdır. Dostlar, deməli şəhər kitabxanasına doğru gedirəm. İndi muzey kompleksidir. Dostlar, deməli bu yolları çıx düş, nə hiss elədim. Ümumiyyətlə, şəhərdə də velosiped sürən çox azdır. Səbəb isə hər yer dərə təpədir, yəni. Eniş, yoxuş və deyərdim ki, Ştuttgarta gəlməyin. Gəlməyin Ştuttgarta. Dostlar, burada belə bir kilsə kompleksi var. İçəri getmirəm. Səbəb isə çox vaxtım yoxdur. Bəlkə də içəri girməyə də icazə də yoxdur, amma belə. Yəni, çox da maraq da gəlmədi sözün açığı. Deməli, kitabxana soldakıdır dostlar. Buradan qəşəng bir mənzərəsi var. Sanki Dubayı xatırladı. Yox, əslində deyəsən sol tərəf kitabxana deyil, səhv saldım. Deyəsən sağ tərəfdədir. Deməli dostlar, buradan da qəşəng bir mənzərə var. Dedim, onu da sizə göstərdim. Bu kitabxana deyilmiş əslində. Bu hər halda ya hər hansı bir iş yeridir və yaxud da ki, əyləncə mərkəzidir. Tam olaraq bilə bilmədim, yəni. Burada belə bir şey var. Burada da qəşəng bir yer var. Gördüyünüz kimi. Kitabxanaya doğru davam. Metroya düşür. Lifti. Buradan belə. Dostlar, gəldim, çatdım. Belə bir binada yerləşir. Deyək ki, içəridə bilet ala biləcəyikmi? Dostlar, deməli gəldim, çatdım. İçəri daxil oldum. Dostlar, nəzarət istədi ki, bunsuz içəri girə bilməzsən. Dedim, tamam. Dostlar, giriş pulsuzdur. Maraqlıdır. Yazılır. Jugendbuch. Uşaqlar və gənclər, kitab və həftələr maraqlıdır. Qalxdım buradan yuxarı. Dostlar, birinci etaj musiqi etajıdır. Maraqlıdır. Musiqi ilə bağlı olan şeylər sərgilənir, bəli. Dostlar, görürsünüz burada belə bir qarmon var. Maraqlıdır. Kitabxananın içi bu formada. Burada piano var. Bunun eynisində məndə də var.
bu gün sizə gözəl bir parça ifa eləyərəm inşallah. Sakitçilik. Əslində mən sakit olmalıyam. Buradan istədiyim şeyi götürüb baxa bilərəm. Dostlar, burada isə yer rezerv etməkdən ötəridir. Yəni burada yer rezerv edirsiniz, gedirsiniz, oturursunuz orada yaşayır. Yəqin ki, hər hansı bir cihazdan işləmək üçündür. Dostlar, burada görürsünüz Beethoven'dən var. Daxildə. Deməli, dostlar, burada işim yekunlaşdı. Qalxıram 2-ci mərtəbəyə. Deməli, dostlar, bura uşaqlar üçündür. Deməli, dostlar, burada nə nəzərimə çatdı? Bu rəfdə uşaqlar üçün nəzərdə tutulmuş, dünyanın bir çox dillərini öyrənmək üçün olan kitab vəsaitləri var. Məhz bu rəngarəng kitab vəsaitlərinin sayəsində hal-hazırda alman gəncləri bir çox dillərdə danışa bilirlər və bu da uşaq vaxtında öyrənilən xarici dilin əhəmiyyətini göstərir. Və dostlar, ümumiyyətlə uşaq bölməsi çox rəngarəng idi. Təbii ki, uşaqlar üçün nəzərdə tutulub və uşaqların kitabxanaya diqqətini cəlb eləmək üçün atılan addımlardır. Və görürsünüz, burada bir çox rəngdə olan otaqlar var. Dostlar, mənim sənin çox diqqətimi bu kitabların üzərinə qoyulan məhz tac idi. Burada isə bir nənə öz nəvəsini kitabxanaya gətirib, özü isə telefonla oynayırdı. Dostlar, qalxıram 3-cü mərtəbəyə. Burada isə Leben yazıb dostlar. Yəni həyat mərtəbəsi. Yəqin ki, həyat haqqında olan kitablar sərgilənir. Dostlar, burada isə tək insanlar haqqında deyil, ümumiyyətlə digər canlıların yaşamı haqqında da olan kitab vəsaitləri var idi. Məsələn, gördünüz orada arı haqqında da kitab nəşri var idi. Dostlar, bu rəfdə isə dinlər haqqında olan kitab nəşrləri idi. Mən isə rəfdə sadəcə olaraq İncilləri gördüm, İncil kitablarını. Dostlar, deməli, burada isə yazılıb ki, dənizə çatan çay geri qayıtmaz. Təbii ki, məcazi mənadadır, yəni zaman irəli axır, keçmişə qayıtmaq mümkün deyil. Dostlar, 4-cü mərtəbə deməli, Wissen, biliklər. Deməli, dostlar, burada 2024-cü ilə aid olan Ginnesin rekordlar kitabı isə əl yazma aid olan kitab. Dostlar, burada isə həqiqəti və saxtanı ayırmaq üçün olan metodlardır. Dostlar, bu isə diktatura haqqında olan kitabdır və astronomiya aid olan nəşrlər. Dostlar, burada isə təsvir olsun ki, İslamla heç bir əlaqəsi olmayan İslamın ölümcül strategiyası adlı bir kitab var idi. Dostlar, bu kitab isə marağımı çəkdi, bu kitab sizin yenidən qaydasıyam. Burada isə fizik haqqında bir çox kitab vəsaitlər tapmaq mümkün idi. Dostlar, burada hətta dinozavr haqqında olan nəşrlər də var. Və daha sonra isə məhz süni intellekt haqqında olan kitablara da rast gəldim. 5-ci mərtəbədə isə dostlar, xarici ədəbiyyat idi. Burada bir çox dillərdə yazılan romanlar, əsərlər rast gəlmək olardı. Dostlar, məsələn, bu rəfdə Portugal dilində, burada İspan dilində,
Burada Çin dilində, Türk dilində və həmçinin rus dilində olan nəşrlər də var idi. Burada isə artıq 6-cı mərtəbəyə qalxıram. Burada isə kriminal, lirik və dram əsərləri tapmaq mümkün idi. 6-cı mərtəbədən isə belə bir gözəl bir mənzərə açılırdı. Və dostlar, burada gördüyünüz kimi kriminal triller romanlar. Daha sonra isə 7-ci mərtəbəyə qalxıram. 7-ci mərtəbədə isə romanlardır. Gördüyünüz kimi A-dan Z-yə. Dostlar, bu mərtəbədə olan kitabları oxumaq üçün bir ömür yetməz desəm, yəqin ki, yanılmaram. Həqiqətən həddindən artıq çox kitab var idi. Və çox elə bir vaxtım olmadığı üçün bütün romanları təbii ki, çəkib göstərə bilmədim. Amma burada tək Alman deyil, bir çox ölkələrin yazıçılarının əsərləri var idi. Və sonuncu mərtəbə olan, burada 8-ci mərtəbəyə qalxıram. Və 8-ci mərtəbədən isə belə bir möhtəşəm bir mənzərə. Dostlar, 8-ci mərtəbə isə kinematografiya haqqında idi. Burada bir çox filmlər və bir çoxu təbii ki, köhnə filmlər idi, disk halında gördüyünüz kimi. Dostlar, burada isə divardan belə bir maraqlı bir şəkil asılmışdı. Və dostlar, daha sonra bu kitab üçün geri qayıdıram. Kitab isə Ay Samada Nə Saxlayır adlanırdı. Və burada yer götürmək üçün cəhd etdim, amma sən demə, bura qeyd olmaq lazım idi. Demək ki, olmaz, kənarda bir yer götürdüm sakitcə. Biraz kitab oxuduqdan sonra isə artıq geri qayıdıram. Daha sonra isə Stuttgartda olan bir qala kompleksi var. Oraya getməyə qərar aldım. Balaca bir qaladır, amma görməyə dəyər. Dedim, orada gedim. Ümumiyyətlə, kitabxana isə həqiqətən çox xoşuma gəldi, dostlar. Mən dostlar, bura girişi indi çıxıram. Yazılıb Abfidezin solda, sağda isə gülə-gülə türkçə. Dostlar, deməli həmin qalaya buradan düz getməliyəm. Dedim piyada gedim. Sonra deməli buradan dümdüz, sonra sola dönəsiyəm. Hələ ki gedirik. Burada belə bir ticarət mərkəzi var. Dostlar, burada belə balaca bir qəşəng restoran var. Daha doğrusu otel. Həm otel, həm restoran. İndi gördüm ki, həm oteldə, həm restorandır. Onun yanından keçib gedirəm. Deməli, həmin bu restoranın aşağı hissəsi qala tiplidir. Yəqin ki, sonradan düzəldilib. Bəlkə də yox, köhnə bir binadır, ola bilər. Bina maraqlıdır. Bu formada qəşəng bir mənzərə açılır burada. Dostlar, baxın, ona görə deyirəm. Stuttgart'a gəlməyin, dostlar, gəlməyin. Həqiqətən hər yeri pləkan, dağ, təpə. Qardaş, bu ağsaqqal buranın velosipeddən çıxır. Mən piyada çıxamam. Dostlar, deməli, girişi belədir. Çox da təmiz saxlanılmır burası. Burada belə bir nədirsə, həqiqətən maraqlı bir şeydir. Mən də anlamadım nə olduğunu. Dostlar, deməli, burada məlumat paneli var. Burada yazılıb ki, həmin bu qüllənin yaşıllıq ərazisidir. Relenberg adlanır. Xoş gəlmişsiniz. Bu ərazi istirahət və boş vaxtınızı səmərəli istifadə etmək üçün nəzərdə tutulub. Yəni, zəhmət olmasa burada diqqət edin qaydalara və yaşıl sahənin qorunmasına. Yaşıllıq sahəsində. Amma ki, burada yəqin yaya görə belədir, yəni saralıbdır. Özləri bitmir, yaxud da ki, bilmirəm. Bəlkə də biçilməyib, qalıb elə. Gəldik, çıxdıq. Sonra qüllənin girişi burada belə. Qapısı bağlıdır. Burada açıqda yoxlayasıyım. Burada belə bir gördüyünüz kimi oturacaq da var. Dostlar, güllə belə görsənir. Trabzonda da belə bir güllə var. Buna oxşuyur, amma fərqli bir formadadır. Deməli, dostlar, bu məlumat panelidir həmin bu güllə haqqında. Burada qeyd olunub ki, məsələn, həmin bu Krigsberg gülləsi 1895-ci ildə Stuttgart şəhərinin Gözəlləşdirmə Dərnəyi tərəfindən Karl Wilhelm ismində inşaat müşaviri tərəfindən, mühəndisi tərəfindən
deməli inşa edilib. Daha sonra isə çoxsaylı Stuttgart sakininin və burada yerləşən firmaların əyanəsi və həmçinin ölkənin Qoruma Dərnəyinin belə iyanələri ilə yenidən 1985-ci ildə restorasiya olunub. Belə. Burada içəridə isə bilmirəm nə var. Bağlıdır. Bəli, bağlı. Yuxarıya doğru pilləkəndir. Buradan da istəsəniz görə bilərsiniz. Bilməm görə bildiniz nə qədər yox. Dostlar, indi isə Mercedes-Benz muzeyinə gedirəm. Avtomobil muzeyinə. Bilmirəm, iki seçimim var. Ya avtobusa getməliyəm. Daha doğrusu 3 seçimim. Ya qatarla, ya da ki, skuterlə. Dedim, skuter götürüm, maraqlı olar həm skuterlə getmək. 20 dəqiqəlik yoldur. Gedək görək başımıza nə iş gəlir.